Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmündən verilən apellyasiya şikayətləri üzrə məhkəmə baxışının növbəti iclasında bildirildi ki, apellyasiya şikayətlərinin erməni dilinə tərcümə olunmuş nüsxəsinin surətlərinin təkrarən təqsirləndirilən şəxslərə təqdim edilməsinə dair məhkəmənin qərarı icra olunub. Ötən iclasda təqsirləndirilən 15 nəfərdən 10-u sözügedən sənədin bilavasitə onlara təqdim edilməsi üçün vəsatət qaldırmışdılar. Məhkəmə həmin vəsatətləri təmin edərək apellyasiya şikayətlərinin erməni dilinə tərcüməsinin təqdim olunması barədə qərar qəbul etmişdi. İclasa sədrlik edən Elmar Rəhimov təqsirləndirilən şəxslərin, həmçinin iclas iştirakçılarının diqqətinə çatdırdı ki, apellyasiya şikayətinin mətninin əsli və erməni dilinə tərcümə olunmuş nüsxəsi də bundan əvvəl müvafiq qaydada təqsirləndirilən şəxslərə aidiyyatı üzrə göndərilib və təqdim olunub. Sonra məhkəmə kollegiyası Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq məhkəmə çıxışlarının icra edilməsi ilə bağlı prosessual fəaliyyətin başlanmasını qanuna uyğun hesab etdi. Məhkəmə çıxışlarının icrası və apellyasiya şikayətlərinin dəlillərinin əsaslandırılması ilə bağlı müdafiə tərəfinə söz verildi. Təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisindən başqa digər təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə çıxışlarının icra olunması ilə bağlı vaxt istədilər. Onlar vəsatət qaldıraraq çıxışlara hazırlaşmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etdilər. Ardınca hakim çıxışların icrası ilə bağlı təqsirləndirilən şəxslərin mövqeyini öyrəndi. Bəzi təqsirləndirilən şəxslər iclasın davam etdirilməsini və çıxış etmək üçün hazır olduqlarını bildirdilər. Madat Babayanın müdafiəçisi isə vəsatət verərək təqsirləndirilən şəxslə erməni dilində tərcüməçinin iştirakı ilə konfidensial görüşmək istədiyini dedi. Madat Babayan da müdafiəçisinin vəsatətini müdafiə etdiyini bildirdi. Fasilədən sonra hakim elan etdi ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin müdafiəçiləri ilə konfidensial görüşmələrinə dair vəsatətləri təmin edib və onlara bunun üçün imkan yaradılıb. Həmçinin iclasda çıxış etmək istəyən şəxslərə şərait yaradılacaq. Digər şəxslərin çıxışa hazırlaşması üçün isə onlara müvafiq zaman tanınacaq. Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov apellyasiya şikayəti ilə çıxış edərək Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli ittiham hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən Arayik Harutyunyan da çıxış edərək müdafiəçisinin fikirlərini müdafiə etdiyini dedi. Məhkəmənin növbəti iclası iyunun 16-sında keçiriləcək. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevadan ibarət tərkibdə keçirilən iclas məhkəmə istintaqa aparılmadan və əlavə sübutlar tədqiq edilmədən keçirilir. Barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslər bildikləri erməni və rus dillərində tərcüməçi, habelə hüquqlarının müdafiəsi məqsədi ilə hər biri dövlət hesabına 2 vəkillə təmin ediliblər. Məhkəmə iclasında zərər çəkmiş şəxslərin hüquqlarını isə nümayəndələri müdafiə edirlər. İclasda həmçinin İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun nümayəndələri də iştirak edirdilər. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Arayik Harutyunyan, Levon Mnasakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər isə müvafiq olaraq 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası alıblar.